Salam əziz müəllimlər, hamınızı xoş gördük. Əziz müəllimlər, mən sizə Time 2026-cı ilin kitabına əlavə olunmuş yeni bir mövzu Carl Rogersin şəxsiyyət yönümlü yanaşma mövzusunun izahını verəcəm. Deməli, bu mövzuda Carl Rogers bizə nə deyir? Belə bir başlıqla başlayır. Deyir, maraqlı paradoks budur ki, mən özümü olduğum kimi qəbul etdiyim zaman dəyişə bilirəm. Gəlin ilk öncə bu mövzunun qısa bir mahiyyətinə baxaq. Görək Carl Rogersin bu şəxsiyyət yönümlü yanaşması ilə bizə nəyi deyir? Mövzunun mahiyyəti, deməli, əziz müəllimlər, burada mən indi PDF üzərindən izahını verəcəm sizlərə. Burada bizə deyir ki, şəxsiyyət yönümlü yanaşmanın əsas ideyası budur ki, şagird hazır bilik qabı deyil. Yəni, öz potensialı, hissləri və fərdi təcrübəsi olan aktiv bir şəxsiyyətdir. Müəllim sadəcə quru bilik verməməli, yəni şagirdin daxili aləminə hörmət etməli, onun özünə inamı, özünə güvənini artırmalıdır. Yəni, bu yanaşmaya görə təhsildə ən vacib olan şagirdin şəxsiyyəti və hissləridir. Müəllim yalnız bilik verməyəcək, həm ona dəstək olacaq, həm də onu anlayıb başa düşməlidir. Yəni, burada Rogersin baxışlarına görə təhsilin məqsədi yalnız akademik nəticələr əldə etmək deyil, həm də şagirdin şəxsiyyətini bütöv bir şəkildə inkişaf etdirməkdir, onun daxili potensialını üzə çıxartmaqdır. Yəni, buna görə də biz, sinifdə elə bir mühit deməli, yaradılmalıdır ki, şagirdlər öz fikirlərini sərbəst şəkildə ifadə edə bilsinlər, qərar vermə prosesində iştirak edə bilsinlər, qərar qəbul edə bilsinlər. Yəni, belə bir mühitdə şagirdlər özlərinə inanır. Deyək ki, dəyərli hiss, motivasiyalı olurlar. Yəni və öyrənmə mənalı bir təcrübəyə çevrilir onlardan ötürü. Yəni müəllim həmçinin bu prosesdə yalnız bilik verən tərəf olmayacaq, həm də öyrənməni asanlaşdıran, dəstəkləyən, yönləndirən, bələdçi bir istiqamət verən köməkçi bir rolunu oynayacaq. Carl Rogersə görə uğurlu bir təlim mühiti qurmaq, əziz müəllimlər, bunun üçün müəllimin şagirdlərə münasibətdə üç prinsipi olmalıdır. Hansıdır bu prinsipi? Yəni, Carl Rogers bizə deyir ki, uğurlu bir təlim mühiti qurmaq istəyirsənsə, şagirdlərə münasibətdə bu prinsipləri həyata keçirməlisən. Bu prinsiplərdən biri şərtsiz münasibət, ikinci empatiya, üçüncü konqruentlikdir. Konqruentlik dürüstlük deməkdir. İndi gəlin tək-tək bunları nümunələr üzərində izah edeyim. Bax, şərtsiz münasibət nə deməkdir, müəllimlər? Yəni, burada şagirdin şəxsiyyətinə, hisslərinə, fikirlərinə mühakimə edilmədən, şərt qoyulmadan hörmət edilməlidir, hörmət göstərilməlidir. Yəni, şagirdin səhvə görə deyil, insan olduğu üçün dəyərli qəbul etmək lazımdır. Sadə dildə bunu nümunələrlə göstərək. Deyək ki, səhv etsə də sən yenə dəyərlisən. Yox, əgər biz ona desək ki, sən niyə belə etdin, sən diqqətsizsən kimi ifadələr işlədəriksə, şagird özünü heç hesab eləyəcək. Yəni, səhv etdi, deyəcək, bu nəticə sənin dəyərini göstərmir. Gəl birlikdə baxaq. Görürəm çətinlik çəkirsən, sənə kömək edim. Bax, bu şərtsiz şəkildə, deməli, şərtsiz şəkildə müsbət münasibətin göstərilməsidir. Biz indi keçək ikinci prinsipə. İkinci prinsipdə müəllim neynəməlidir? Empatiya qurmalıdır şagirdlə. Yəni, müəllim qarşısındakı şagirdi yalnız intellektual deyil, həmçinin emosional anlamada, yəni dünyanı onun gözü ilə görməyə çalışır. Nəticədə şagird özünü dinlənilmiş və dəyərli hiss etmiş olur. Yəni, şagirdin hisslərini onun gözü ilə anlamaqdır. Səni başa düşürəm. Şagird məsələn ola bilər nümunələrdə deyir, şagird deyir, başa düşmürəm. İndi müəllim deyir, bu mövzu həqiqətən sənə çətin görünə bilər. Gəl birlikdə baxaq. Gəl birlikdə bu məsələni həll edək. Şagird əsəbidir. Müəllim, görürəm narahatsan. İstəsən dərsdən sonra səninlə danışıb sənə dəstək ola bilərəm. Bax, bu empatiya hissidir. Yəni müəllim şagirdin gözü ilə baxır buna.
Və üçüncü prinsipdə müəllim nə etməlidir? Konqruentliyi qorumalıdır. Konqruentlik nə deməkdir müəllimlər? Dürüstlük deməkdir. Yəni Rogers konqruentlik dedikdə müəllimin şagirdlə ünsiyyətində gerçəklik və səmimiyyəti nəzərdə tutur. Yəni münasibətdə başqalarının istəyinə görə deyil, özü kimi olmaq, hissləri və reaksiyaları zərər vermədən, amma yalan danışmadan ifadə etməkdir. Yəni burada müəllim real hissini peşəkar şəkildə ifadə edir. Sənin bu davranışın məni və yoldaşını incitdi. Biz bu sinifdə bir-birimizə hörmətlə yanaşmaq istəyirik. Müəllim bu hissini gizlətmir. Bax, əziz müəllimlər, açıq şəkildə bunu şagirdə deyir. Amma şagirdi aşağılamadan, onu dəyərsiz hiss etdirmədən dürüst bir mövqe tutmağa çalışır. Bax, bu olacaq. Deməli, konqruentlik müəllimin şagirdlə konqruentlik münasibətdə olması. Yəni olduğun kimi görün. Yəni bax burada deyək ki, müəllim süni gülümsüyür, süni davranış göstərir, amma əslində əsəbidir. Bu deyil. Yəni bu davranış məni narahat etdi, amma birlikdə həll edə bilərik. Deyirəmsə bu mənim konqruentlik, dürüstlük şəkildə şagirdlə münasibətimin qurulmasıdır. Mən indi burada, əziz müəllimlər, göstərəcəm sizə şəxsiyyət yönümlü yanaşmada bir çox situasiyaları. Yəni burada baxın, situasiyada nə deyir bizdə? Şagird bir neçə dəfə tapşırıqlarda səhvlər edir, həmçinin summativlərdə də aşağı bal toplayır. İndi əgər belə bir yanaşmada, indi müəllimin həm ənənəvi yanaşmasını göstərəcəm, həm şəxsiyyət yönümlü yanaşmasını göstərəcəm. Şagird dəfələrlə səhv edir, summativdə aşağı bal toplayan zaman ənənəvi yanaşmada müəllim deyəcək buna ki, sən riyaziyyatdan zəifsən, daha çox çalışmalısan. Dərsdə ona daha az söz verəcək, digər güclü şagirdlərlə çox çalışacaq, onu dərsə az qaldıracaq. Şagird özü haqqında düşünəcək. Mən dərsi öyrənə bilmirəm. Mən bunu bacarmıram deyə düşünəcək. Getdi şagird nə? Karl Dweck'in hansı qapalı düşüncəyə. Amma şəxsiyyət yönümlü yanaşmada müəllim neyləyəcək? Şagirdlə fərdi söhbət aparacaq, ona empatiya ilə yanaşacaq. Görürəm ki, bu mövzu sənə çətin gəlib. Üst-üstə 2-3 dəfə istədiyin nəticəni ala bilməyəndə insan məyus olur. Çox normaldır. Gəl birlikdə baxaq, bu məsələni hansı addımlarla, hansı strategiya ilə, hansı yollarla həll etməli olduğunu birlikdə aydınlaşdıraq. Yəni hansı burada nələrdə çətinlikdə çəkirsən, onu birlikdə araşdıraq. Yəni müəllim şagirdlə 1-2 məsələni addım-addım həll edir. Onu yenidən bacarma təcrübəsinə doğru aparır. Yəni mən bunu bacararam. Amma biz şagird sən bunu bacarmırsan, sən bunun öhdəsindən gəlmirsən, bu zaman şagirddə bir fikir, mən bunu edə bilmirəm. Yəni Karl Dweck'in qapalı düşüncə tərzinə yönlənəcək. Ümumiyyətlə müəllimlə, yəni şəxsiyyət yönümlü yanaşmada müəllim problemi deyək ki, şagirdlə birgə həll edir. Yəni burda müəllim şagirdə bələdçi rolunu oynayır, dəstək göstərir. Yəni burda təhsil yekun xülasədə bizə nə deyir Karl Rogersin şəxsiyyət yönümlü yanaşması? Təhsil sadəcə akademik bilik vermək deyil, şagirdin emosional, sosial və şəxsi inkişafını dəstəkləyən, qorxulardan uzaq bir mühit yaratmaq prosesidir. Yəni müəllim burada diktator olmayacaq. Dəstəkləyən bələdçi rolunu oynayacaq. Bax bu Karl Rogersin deməli şəxsiyyət yönümlü yanaşmasıdır. Yəni ümumilikdə biz burada belə bir mövzunun mahiyyətindən belə bir nəticə çıxarırıq ki, müəllimlər. Yəni bir müəllim, yəni şagirdi deyək ki, hansısa bir tapşırığı verərkən, onu öyrədərkən, yəni burada bir müəllim bu təlim mühitini qurarkən şagirdlərə həm şərtsiz müsbət münasibət göstərməlidir, həm empatiya qurmalı, həm konqruentlik, həm dürüst şəkildə yanaşmalıdır buna. Yəni maska geyərək, əslində olan olduğu kimi görünməmək, yəni doğru bir konqruentlik yanaşması deyil bu. Yəni burada müəllim olaraq biz şagird səhv edə bilər, tapşırıqları yanlış yetirə bilər, amma biz onun dəyərini onun səhvləri ilə ölçməyəcəyik. Yəni biz ona bax insan nə zaman özünü şəxsiyyət kimi hiss eləyir? Ona bir şəxsiyyət kimi yanaşanda.
Yəni biz onların dəyərini onların nailiyyəti ilə müqayisə etməyəcəyik. Yəni biz şagirdlərə səhv edəndə də o səhv etmə bir mədəniyyəti aşılamalıyıq. Biz səhvlərimizdən öyrənirik. Yəni səhvlər bizi doğruya aparır. Hər səhvlərimiz bizi doğru bir nəticə, hər səhvlər uğurun bir başlanğıcıdır. Birlikdə həll edəcəyik. Mən sənə bax bu işdə kömək edəcəm. Yəni birbaşa demək, yəni burda biz əziz müəllimlər, yəni şagirdin şəxsiyyətinə, hisslərinə mühakimə etməyəcəyik. Yəni ona şərt qoymadan, hə sən bunu edəcəksən, mən sonra sənə hörmət qoyacağam. Sən bunu edəcəksən, sən sinifin əlaçı. Yox, şərt qoyulmadan onun şəxsiyyətinə, hisslərinə hörmət göstərəcəyik. Yəni fikirlərini mühakimə etməyəcəyik. Mühakimə etmədən ona dəyər verəcəyik. Bax bu şəxsiyyət yönümlü, deməli Karl Rocersin şəxsiyyət yönümlü yanaşma yeni əlavə olunmuş mövzunun izahını bu gün verdim əziz müəllimlər sizə.